Hamıya gəl, hoş oldu. Biz 90 biz de 1993-cü ildə biz burada yaşayırıq. Bina boş bina idi, gəlib girmişik. Yarımçıq bina idi. İndi də yaşayırdıq içində. İndi bizi töküblər belə çölə. Biz nə edəyik? Məhkəmə qərarı. Məhkəmə qərarı ilə töküblər döyməyinə. Amma bizi yerləşdirməyib. Töküb çölə biz aparıblar məhkəməyə, Allah aparıblar məhkəməyə. Gəlirik ki, veşimiz çöldədir. Biz harda yerləşməliyik? Deyir prezident kimdir? İcra başçıları deyir ki, prezident kimdir? Biz onu deyir. Ha? Elə onlar hamısı onlara kömək eləyib, ev yiyəsinə, bizə yox. Bizə kömək eləməyib. Polislər, icra başçıları hamısı ev yiyəsinə təmin eləyib. Bizə heç kim Məhkəmə qərarı var. məhkəmə qərarı var. Amma mənim yerim Ağdamda tikir. Möhlət verdilər çıxmaq. Yox, heç möhlət zadı. Bizi apardılar icraya. Qol çəkdilər orada ki, biz Ağdama köçəcəyik, onda boşaldacağıq. Onu da eləmədilər. Gəldik ki, veşimiz çöldədir. Biz nə etməliyik? Harda yaşamalıyıq? Prezident onu Heydər bizə deyib ki, yaşayın orada, evinizdə alınanda sizi çıxardacağam. İndi bu Ulu Heydəri bunlar saymır. Onun qərarına niyə belə baxırlar? Gecəni hara gedir? Heç ara, qalıcı evi də asfaltın içində yatacağam küçələrdə. Bu dövlətin yəsi yoxdur. Yoxdur. Qaşqom cibin hamısı alır pulu cibinə qoyur, məni atır küçələrə. Mən nə etməliyəm? Siz evdə heç kəs yox idi məhkəmə Yox, gedir. qızım evdə idi. Qızımı itələyib çıxardılar çölə. Ürəyi zadı gedib, skoru çağırıblar. Veşimi də çıxardıb töküblər çölə. Bəs mən nə edeyim? Hara yığım bir belə veşi? Mən nə edeyim? Mən harada yerləşməm? Mən bu Azərbaycanın adamı deyiləm. Hara gedək yerləşək? Hansı xarici ölkələrə gedək çıxaq biz? Neçə ildir burada qalır? Mən də o 93-cü ildən buradayam. O binanın 7-ci Ünvan nə gedir? Qaraçuxur. Mirzə Fətəliyev Axundov Qaraçuxur. Muxtar Mətəliyev Mirzə Fətəli deyirəm. Qarxımışam bala bilmirəm. Yoldaşım tez rəhmətə gedib. İllə hazırlaşıram, gətirin məni töküblər çölə. Mən nə etməliyəm? Başsızam deyim məni çölə tökməlidirlər. Öz ev yiyəsi də yalanla şəhid ailəsi adını alıb, şəhidliyi almayıb. Qarabağ yolda avariya elib, şəhidliyi alıb. Məni basıb çıxardıb çölə. Mən nə etməliyəm? Küçədə qalmalıyam. Şəhid ailəsinin evidir, siz girdiniz. Şəhid ailəsi deyil, amma şəhid ailəsi deyil. Avariya eləyib, verib yalandan alıb. Yalandan şəhidliyəndən sonra. Yalandan alıb. Öz dili ilə bir dəfə 25-ci ildə öz dili ilə dedi ki, ərim Qaradağda avariya eləyib ölüb. Bu şəhiddir, qardaşım. Şəhiddir. Hücum eləyiblər üstünə, məni basıb çıxardırlar çölə, məni vururlar, uşaqlarımı vururlar, qızıma hücum eləyiblər. Bəs biz neyniyək? Harda qalaq? Hansı küçədə qalaq? Bizim bir yəyimiz yoxdur, bizim bir prezidentimiz var. Bizi də təmin eləsin də. Ata nəsiyyətin yerinə yetirdi, Qarabağımızı aldı, çox sağ olsun. İndi də ata nəsiyyətin yerinə yetsin, bizi evdən çıxartmasınlar. Bizi qoysunlar öz vətənimizə gedək. Mənim artıq da sözüm yox. Mən ev yiyəsinin oğluyam, qaşqınam. 93-cü ildə gəlmişik, deməli, nədir, cənab prezidentimizin qanunu var ki, o öndərimizdə qanun verir ki, qaşqınlar köçməyincə biz heç hara getmirik. Bizi aldatdılar, apardılar məhkəməyə, gəldim ki, bacımı çölə tullayıblar və maşın, nədir, beşlər hamısı qalıb çöldə. Bizə kömək edin, cənab prezident, sizdən kömək istəyirik. Həmişə sizin yanınızdayıq, ölənə qədər sizin yanınızdayıq, cənab prezident. Evdən çıxardılar, atıblar çölə. Evdə də yoldaşımın elinə pul yığmışam. Onu da götürüb yoxa çıxıblar. Mən nə etməliyəm? Mənim evimin niyə cəzası atıblar çölə ki, mənim də pulum yola çıxmır. Mən yoldaşımın elinə pul yığmışam. Belə şey olar. Bunları yoluna qoymaq lazımdır. Qonşusunuz. Bəli, qonşuyam. Mən 5-ci mərtəbə qalır, bunlar 3-də qalır. Töküblər çölə, biabırçıl bir vəziyyətdə. Evdə qız uşaq var, ailə var. Qışın gün nə etməlidir bu yazıqlar? Var imkan verildi, nə qalmışsa Ağdam alınanda
Gedəcək bu evə özü ilə aparacaqdı. Axı dayı məhkəmənin qərarı var. Məhkəmənin qərarı var, başa düşürəm. Məhkəmə Yəni demək möhlət verməliydilər də. möhlət vermədi. Bəli, gəlib əvvəldən tapşırıq vermədi. Bu hazırlıq görməli idi. Bir yerini evlə təmin edirdi, sonra aparırdı da. İndi belə olmaz axı zibilxana kim töküb bura bunu. Ayıbdır, belə yaranmaz axı. Ona demirik evini istəyirik. Onun evi lazım deyil bu ev yiyəsinin. Allah xeyrin versin. Amma gəlib bunu bir evlə təmin eləyəydi. Bu da insandır. Bu da Azərbaycan vətəndaşıdır. Aparıb onu yığıydı bir yerə, çıxıb gedəydi də. Olmazsa birdən-birə sən get tök ailəni çölə. Bizdə dedilər ki, Görən boydan, ondan sonra Gəncədən ev verib. Biz burada yaşayırıq. Qoxu, Məqrəbə, bütün Elova burdadır. Biz nətə gedə bilərik? Cənab prezidentimiz deyir ki, 1 il 2 ilə az qalıb. Ev veriblər sizə. Onda ev təklif eləyiblər. Hə, amma biz istəmədik də. Biz dedi ki, cənab prezident Uzaq olduğu üçün. bəli, uzaq olduğu üçün razı olmadı. Biz də istəyirik ki, cənab prezidentimizə nə vaxtsa Hansı ərazidən istəyir? Ağda burada öz torpağımı istəyirəm. Mən istəyirəm ki, yəni öz torpağımız nə vaxt qalındı, qayıtdı cəmaata Eloba ilə. Köç nə vaxt cənab prezident nə vaxt köç əmrini verdi ondan sonra. Bizi gəlib burada nədir hücum edirlər. Bacım burada məsəl üçün getmişik məhkəməyə, gəlmişik ki, bu nədir töküflü çölə. Niyə? Aldadıblar. Əslində biz gəlməliydik də. Deməlidir ki, qardaş, bax gəlmisiniz ki, çıxın. Deməlidir. Biz aldadıblar. Göndərdilər icra hakimiyyətinə. İcra hakimiyyəti gəlib evə də nümayəndələr gəlib evə uşaq atıb gəlib bax deyib gözünüzün qabağındadır. Fakt gözünüzün qabağındadır. 93-cü ildə məcburi köçkündülər, düzdür. 93-cü ildə məskunlaşıblar da burada. Necə ki köçk gəldi, yerləşiblər, məskunlaşıblar. İndiyə də şükür Allah, torpaqlar işğaldan azad olunub. Mərhələli şəkildə prezident də dedi ki, mərhələli şəkildə qayda qanunla qaytarılacaq, düzdür. İndi buna qayda qanundur, belə qayda qanun olur. Hansı məhkəmə belə bir qərar verir ki, get sən qaçqını, köçkünü tök küçənin ortasına. Belə bir qanun varsa o qanunu bizə də göstərsinlər, onun əsasını bilək də. Bəlkə həqiqətən deyirlər. Bilmirik. Bunlara möhlət verəmədi bunlar. Bir ay möhlət verib bu yoldaşı təzə rəhmətə gedib. Onun ayın 25-i ilidir. Var heç olmaz o ili verib sonra çıxardıydı da. Bu ayın 25. Bu ayın 25-i ili. Bax bu ayın mart ayının 25-ində yoldaşının ilidir. İli də verəmədi bu. Biz də başa düşürük. Ev yiyələr də var. Ev yiyələr də var. Onlar da başa düşürük. Onlar da evlərinə köçməlidir. Amma belə yox da, qanunla, qayda ilə. İndi məhkəmə qərar verib ki, nə bilim valla eşitməmişəm. Bəlkə də veribdir. Belə düzgün deyil də. Düzgün deyil, əlbəttə düzgün deyil. Belə düzgün deyil. Yəni Pirusdakı Ağdam torpağı işğaldan azad olunub. İndi bunlar da iş yerləri buradadır. İşləyirlər, kasıb ailədirlər. Gedir burada süpürgə süpürür, gəlir bunu aparıb deyir Sanqaçal, nə bilim Geranboy təhlif edirlər. Saatlıya, nə bilim hara. İndi bax, valla nə də düzgündür, başa düşmürəm. Heç olmasa bu qobudan zaten. Gecə vaxtıdır, biz indi hamımız evimizə qalxırıq. Bəs bunlar necə çöldə qalacaq bunlar? Bilmək istəyirik ki, bunlar yerləşə biləcək, yerləşə bilməyəcək. Yəni bəli, hamımız onu gözləyirik. Heç kəsin evinə dəvət edirlər, getmirlər. Deyir cənab prezidentimizin qərar fərmanını gözləyirik ki, bəlkə deyəcək qayıdın evinizə yığışın. Belə olmaz vallahi çöldə qalıblar, yazıqlar. Yağış deyir. Yağsa bu mitillər hamısı batacaqdı. Nə qayıracaq bunlar bəs? Prezidentin bu işdən xəbəri yox. Biz 93-cü ildən burada gəlib məskunlaşmışıq. Ağdam rayonunun Əlməhətli kəndindən. Kolanı deyilən bir tayfanın Siz də qaçın. qaçqınıq, bəli. Bu özdə qohumuq. Ha, 4-də mən qalıram, 3-də bunlar qalır. Məhkəmənin qərarı... Kimin evinə gəldik? Biz də kimin evinə gəlib girmişik. Amma bizim ev yiyələri hələ bir də bizi narahat eləməyib. Yox, üzr istəyirəm. Ən azından bu sakinlər aparıb göstərməlidirlər ki, ay məcburi köçsün, səni bax burada yerləşdirməliyik. Başa düşürsən? Sən bəlkə mənə bax quyuya tökəsən və dirəmizən ki, 5-i boşalt. Özü həqiqətən də evdə olmayıb. Mən şahidiyəm. Mən də bir-iki dəfə girdim dedim ay kişi prezidentin fərmanı dedi 2020-dən bağlanıb o fərman. Dedim elə, dedi bəli. Dedim Allah köməyin olsun, daha nə deyim sizə? Bu qapıdır.